Hörmətli müştərilərimiz, hər vaxtımız xeyir olsun. Bu gün də sizlərə belə bir maraqlı 4 otaqlı, daha doğrusu 5 otaqlı evlə tanış edirik. Yerləşmə yeri də Vişnovka bir bağlarında, ətrafında da hamısı yaşayışlı evlər, hörmətli izləyicilərim. Belə bir 4 sotun içərisində 178 kvadratdan ibarət olan paket kupçalı 4 otaqlı, daha doğrusu 5 otaqdan ibarət belə bir evdir. Evin deyərsiniz ki, hündürlüyü yoxdur yəni, amma evin içərisi bütövlükdə istipol olduğuna görə ev sahibi dizaynı belə verir. Şəxs tikili evdir bu, hörmətli izləyicilərim. Bu hissəsində həyəti belə bir söhbətgahı mövcuddur. Qalan evin bütün həyətində demək olar ki, belə səliqəli daşlar döşənib. Bu hissəsində dekorativ ağaclardır. O hissəsində də həmçinin dekorativ ağaclar güllərlə bəzədilib. Qapısı jalüz tipli qapıdır, yəni portla idarə olunur. Evin pəncərələri gördüyünüz kimi geniş pəncərələr, yəni qəşəng işıq verir evə. Daxil olduğunda evin içərisindən bir dənə qapının da yəni enliyinə falan, yəni keyfiyyətli bir qapıdır, ev sahibi tərəfindən qoyulub. Keçsəm evin içərisinə gördüyünüz kimi bura evin koridor olan hissəsidir. Çox enli, belə böyük, evin hündürlüyü də normaldır, əladır, işıqlı evdir. Kollektor hissəsi buradadır. Ev dediyimiz kimi bütövlükdə istipoldur. Sağda yerləşir belə bir mətbəx. Solda belə bir qonaq otağıdır. Dekor, aboy falan hamısı yerində və dediyim kimi 5 otaq deyirik bu evə. Bu evdə deməli bu hissə pəncərə gördüyünüz kimi yoxdur. Ev sahibi dedi ki, yəni istəyən olsa pəncərə açıb bu evdən, bu otaqdan daha doğrusu istifadə edə bilər. İstəməsə özü ev sahibi buranı qardırob kimi fikirləşir. Yəni bura qardırob kimi, əldamı kimi evin içərisindən istifadə etmək olar. Amma istəyə uyğun olarsa evin o tərəfindən yəni yer var. Ev onu deyim ki 4 tərəfdən yəni hasara birləşmir. Oradan məsafə var. Yəni pəncərə açıb rahatlıqla burada otaq kimi çevrilmək olar. Amma hal-hazırda qardırob kimi düşünülür ora. Keçirik digər otaqlara və əsas məsələmiz sanitar qovşaq, hamam otağı. Gördüyünüz kimi burası sanitar qovşaq və hamam otağıdır. Ev sahibinin dediyinə görə aksesuarları ya özü qoya bilər, ya da alıcı kim istəsə özü də qiymətdən asılı, yəni söhbətdən asılı olan şeylərdir, özü də qoya bilər. Problem yoxdur. Qaldı burada 3 yataq otağı dəyərli izləyicilər. Bura birinci böyük olan yataq otağıdır. Evin dediyimiz kimi 4 tərəfli keçmək mümkündür. Arxa sizinlə yer var yetərincə. Bura belə bir bu otağa aid sanitar qovşaq və hamam otaq. Burada eyni aksesuarlar ev sahibi tərəfindən də qoyula bilər. Alıcının öz istədiyi aksesuarlara yığılması mümkündür və özü yığa bilər. Belə. Keçirik digər bir otağa. Burada belə bir kiçik olan yataq otağıdır. Uşaq otağı kimi istifadə etmək mümkündür və sonuncu burada belə bir digər yataq otağıdır ki, burada gördüyünüz işıqlı bir yataq otağıdır. Evin yan sısını buradan görmək mümkündür. Sənəd çıxarışdır, kupçadır. Paket kupça. Qiymət isə, hörmətli izləyicilərim, bu evə deyilir 148.000 start qiymət. Yəni ki, real alıcı gəlsə, o qiymətdən yaxşı endirim olacaq ev alan şəxsə inşallah. Əlaqə nömrəmiz səhifəmizdə mövcuddur. Bu və bunun kimi digər evlərlə və yaxud da ki, torpaq sahələrinin tanış olmaq istərsəniz, təbii ki, səhifəmizi silib baxa bilərsiniz. Biz də unutmayın, sağ olun.